Erkan Kərimovun başçılığı altında Top Amatör Kubokunda 3-cü maç start götürür. Bugün olan 3-cü maç start götürür. Hatırladım ki oyunlar çox maraqlı keçir. Siz də bizə qoşula bilərsiniz. İndi Rossoneri komandası ilə Kreativ komandası üzrə gəlir bu görüşdə. Hər iki komandaya bu görüşdə bol-bol uğurlar arzu edirik. Rəşad pas komandaşına çatmadı. İndi 15 nömrəli futbolçuya doğru pas yaxşı alınmadı. Kreativ komandası uzun vurmağa çalışır. Zərbə uzaqdan qeyri-dəqiq alındı. Oyunda ilk hücum idi. Rossoneri komandası hücum qurmağa çalışacaq. Pas çatmadı. Zərbə qapısı topu götürdü. İsmail komanda yoldaşı səhvini yaxşılıq ortaladı. İndi Fərdi ona qarşı kobud oyun var idi. Fərdi Rəşad Fərdi yaxşı gördü komandaşın, lakin 15 nömrəli futbolçu rahib top götürə bilmədi. Komandanın kapitanı üçün zərbəsi yeni yetirir. Fərdi zərbə Rəşaddan. Son anda imkan vermədilər. İndi Kreativ komandası uzun vurmağa çalışacaq. Fərdi topu irəliləyir. Fərdinin zərbəsi. Qapısı topu götürdü. Kamal çətinlik çəkmədən. Fərdinin zərbəsi. Yaxşı alınmışdı, lakin top qapıdan keçmədi. Kamal Rossoneri komandası hücum alınmadı. Yan xətdən topu başlayacaq. Rossoneri komandası. Kamil. Pas yaxşı alındı. Zərbə gəlir. Zərbə. 3 nömrəli futbolçu Kamil zərbəni indirmişdi. Qapıcıya təbədə qalmışdı, lakin topu qapıdan keçirə bilmədi. Qapıcı imkan vermədi. İndi əks hücum olacaq. Kreativ komandası ona təhlükəli gəlirlər. Zərbə imkan vermədi qapıcı. Yaxşı oynadı. İsmail komandanın qalkiperi. Növbəti zərbə. Yenə də imkan vermədi qapıcı. Barmaqları ilə topu uzaq küncdən çıxardı. Hakim bildirir ki, künc zərbəsi yenilən yerinə yetirilməlidir. Kreativ komandası künc zərbəsi yerinə yetirəcək. Zərbə! İmkan vermədi. Yaxın küncdən çıxardı topu. İsmail. İndi növbəti zərbə və gol! Hesab açılır bu görüşdə. 4-cü dəqiqədə hesab açılır. Kreativ 1, Rossoneri 0. Fərdi. Zərbə. Son anda qapıcı Kamal. Komandasını real qolundan xilas etdi. Zərbəni endirən futbolçu rahib idi. Komandanın kapitanı. İndi İsmail. Fərdi. Hücumlara yaxşı qoşulur Fərdi. Rəşad. Fərdi. Zərbə gələcəkmi? Alınmadı bu hücumu. Təhlükəli hücumu. Rossoneri komandasının növbəti hücum. Zərbə. Uzaqdan zərbə indirilmişdi. Top qapının üstündən keçdi. Hər iki komanda oyuna əla start verib. İndi
Kamil. Rahip. Son anda Nail imkan vermədi. İndi Rahip. Kamil. Ferdi. Ferdi keçsin rəqibini. Zərbə və gol! Kamil topu qapıdan keçirir. Hesab bərabərləşir bu görüşdə. Rosaneri 1, Kreativ 1. İlk sənə 6-cı dəqiqəsində hesaba tarazlıq gəlir. Kamil. Kreativ komandası. Mərkəzdən topu başladı. Nail. Xatırladım ki, Kreativ komandasının qolunu Rövşən Cəfərov qapıdan keçirmişdi. İlk qolun müəllifi o idi bu görüşdə. İndi Nail. Hakim bildirir ki, top hərəkətdə idi, ona görə yan xəttdən topu Kreativ komandası başlamalıdır qaydalara əsasən. İndi Nail. Samirin pası komandasına çatmadı. İndi Azər. Rəşad. Orxan. Kamil. Zərbə və gol! Əla bir gol gəlir. Görüşün 8-ci dəqiqəsində Azər topu qapıdan keçirir. Bu görüşdə önə keçir Rosaneri komandası. Onlar 1-0 hesabı ilə geridəydiler. Geri dönüş etməyi bacardılar. İndi Ferdi. Keçə bilmədi rəqibini. Azər. Rəşad. Top Rəşaddadır. Pası. Yaxşı oynadı. Rövşən. Top Rövşəndədir. Rövşən. Topu inamlı idarə edir. Rövşən. Son anda Rəşad hücumun qarşısını aldı. İkinci zərbəsi yeni yetirəcək Kreativ komandası. Nail. Rövşən. Zərbə! Son anda qapıcı İsmail. Zərbə də əlaydı, qurtarış da əlaydı. Topu uzaq güncə göndərməyə çalışırdı Kreativ komandasının oyuncusu. Yenidən ikinci zərbəsi olacaq. Rövşən. Pası komandasına doğru zərbə. Qapıcı İsmail topu götürdü. İndəki vurmaya çalışacaq sürətlə. Kreativ Rosaneri komandası alınmadı. Yan xətdən topu Rosaneri komandası başlayır. Pas yaxşı alındı. Ferdi. Alınmadı pası. Azəri düşünmüşdü. Kamal. Nail. Kamal. Ferdi. Azər. Son anda hücumun qarşısını aldılar. Kreativ komandasının oyuncusu. İndi müdafiədən çıxmağa çalışır Kreativ komandası. Kamal.
Rəşad. Top uğruna Mansız mübarizə gedir meydanda. Fərdi. Pası komandasına çatmadı. İmkan vermədilər. Rövşən. Rövşən. Orxan. İndi. Rosaneri komandası uzun vurmağa çalışır. Pas. 3 nömrəli futbolçu Şamilə doğruydu. Hakim bildirir. İkinciden zərbə getir. Bir dəqiqəli timeout yalan olur. Fasildən sonra görüşərik. Timeout başa çatdı. Komandalar yenidən meydandadır. İndi. İkinci zərbəsini yeni etirəcək. Rosaneri komandası. Top meydanı tərk etdi indi. Kreativ komandası hücum qurmağa çalışacaq. Rövşən. Rövşənin pası yaxşı alındı komandasına doğru. Zərbə gələcəkmi? Topu çətinliklə ram etdi. Kreativ komandasına üçündü. Növbəti zərbə. Qapısı topu götürdü. Fərdi. Rosaneri komandası hücum qurmağa çalışacaq. Fərdi. Topa nəzarət hal-hazırda. Rosaneri komandasının tərəfindədir. Zərbə. Son anda Kamal imkan vermədi. Ayaqlarla topun qapından keçməsinə imkan vermədi. Kreativ komandasının qapıcısı. Xatırladım ki bu görüşdə Rosaneri komandası 2-1 hesabı ilə öndədir. Üstünlüyü o kadar da böyük değil. Rosaneri komandası müdafiədən çıxmağa çalışır. Rəşad. Pası Fərdiyə doğru. Fərdi. Rəşad. Pası komandasına doğru. Zərbə gələcəkmi? Hələ ki boşluq axtarır. Rosaneri komandasının oyuncusu. Ona imkan vermirlər. Pas yaxşı alındı Fərdi. Zərbə son anda qapdı Kamal. Topun qapından keçməsə imkan vermədi. Qapısında əl oynadı. İsmail. Geriye doğru oynadı. Rosaneri komandasının oyuncusu. İsmail. Fərdi. Topa nəzarət etməyə çalışır. Rosaneri komandası. İndi Azər. Pası yaxşı alındı. Lakin topu götürə bilmədi Rəşad. İndi. Kreativ komandasının vurma çalışı alınmadı. Top ələ keçirdi. Rosaneri komandası zərbə. Kamal son anda. Əl oynadı. Komandası Real goldan xilas etdi bu epizodda. İsmail. Fərdi. Fərdi pasını verdi. Zərbə son anda Kamal. Azər'in zərbəsindən sonra qapısında inamlı oynadı. Topun qapıdan keçməsinə imkan vermədi. Növbəti zərbə yenə də Kamal. Zərbə top qapısından keçdi. Rövşən. Pası. Kamal'la çatmadı, imkan vermədi 9 nömrəli futbolçu Orxan. Orxan. Rövşənə qədər gəldi Rövşən. Orxan. Yan xəttdən topu. Orxan başlayır. Fərdi. Top Fərdidədir. Yaxşı çıxdı müdafiədən. Rosaneri komandası. Pas yaxşı alındı. Zərbə. Və gol. Əla bir gol gəlir. Hesab 3-1 olur. Rosaneri 3. Kreativ 1.
Ay Fəqan. Topu 10 nömrəli futbolçu Azər qapıdan keçirdi. Komandasının üstünlüyünü bir qədər də artırır bu görüşdə Azər. İndi kreativ komandası hücumdadır. Kreativ komandası hücum izləyirik. Sonra da topa blok qoyuldu Orxan tərəfindən. Rövşən. Fərdi top elə keçir. Fərdi qapısı ilə təbət edir. Fərdinin zərbəsi. Yaxşı topu uğramışdı lakin top qapıdan keçmədi. İndi zərbə Rəşaddan. Rəşad. Fərdi. Rəşad. Pası istənilən kimi alınmadı. Rövşən. Rəşad. Rəşad. İmkan vermədilər. Rövşən. İndi kreativ komandası hücum vurmağa çalışır. Görək bu hücum necə olacaq. Zərbə! Top qapı dirəyinə tuş gəldi. Top qapı dirəyinə tuş gəldi. Qüvvətli zərbə idi. Azər. Fərdi. Geriyə doğru. İsmail. Orada işçilərim eləyir. Top ələ keçirdi Rəşad. Rəşad. Rəşad topu irəliləyir. Rəşad pasını verdi. Zərbə gələcəkmi? Zərbə! Çərçivəyə düşmək mümkün olmadı. Hesab arası bərqaz atmaq olardı. İndi Rosaneri komandası hücumda çalışır. Pas istənilən kimi alınmadı. Oyunda sürət, temp daha da artıb. İndi yan xətdən topu kreativ komandası başlayır. Rövşən. Top qapçı. İsmailə qədər gəldi çatdı. Rəşad. İsmail. Topa nəzarət etməyə çalışır. Rosaneri komandası müdafiədən çıxmağa çalışırlar onlar. Orxan. Topu irəliləyir. Geriyə doğru oynadı. Azər. İsmail. Uzaqdan zərbə. Son anda Rövşən hücumun qarşısını aldı. Xilaskar rolunu oynadı Rövşən. İndi kreativ komandasına top. Rəşad. Zərbə gələcəkmi? Yaxşı oynadı İsmail. Çıxışlı ilə oynadı. Azər. Rosaneri komandası bu görüşdə əla geri dönüş edirlər onlar. 3-1 hesabı ilə öndədirlər. Halbuki hesabı 1-0 idi hesab. Orxan zərbəsi alınmadı. Çərçivəyə düşmək mümkün olmadı. Rəşad. Orxan zərbəsi. Top çərçivədən aralı keçdi. Kamal. Rövşən. Komandasının yeganə qolunun müəllifi. Nail top bitirdi indi. Orxan. Azər zərbəsi. Son Rövşən hücumun qarşısını almağa bacardı. Azər.
Orxan. Azəri zərbəsi. Təhlükəli idi. Hakim bir dəqiqə timeout edir. Timeout başa çatdı. Komandalar yenidən meydandadır. Son bir dəqiqə. İsmail. Rəşad. İsmail. Komandalaşına yaxşı pas verdi. İndi Rosaneri komandası üzüm vurmağa çalışır. Fərdinin zərbəsi. Bununla da ikisi bitir komandalar pasaya yollanır. İkincisi də görüşərik. İkincisi başlayır. İlk isə əsasən bildirək ki, hesab 3-1-dir. Rosaneri komandası bu görüşü 3-1 hesabı ilə öndədir. Artıq görüşə start verilib. İndi Rəşad. Top Rəşaddadır. Pasını komandasına doğru verdi. Nail, Rəşad. Topu götürə bilmədi. Azər. Pası yaxşılandı Fərdiyə. Fərdinin zərbəsi. Son anda qapısı Kamal. Əla oynadı. Komandası Real qoldan xilas etdi bu epizodda. Azər. Zərbəsi. Gündən zərbə olacaq. Arda-arda hücumlar gəlir. Rosaneri komandasından Heydər. Topu əla ram elədi. Heydər. Hələ ki top ondadır. Pasını verdi. Zərbə gələcəkmi? Zərbə və gol! Əla bir gol gəlir. Hesab 4-1 olur. Rosaneri 4. Kreativ 1. Golun müəllifi Rəşad idi. Komandası üstünlüğünü bir qədər artırır bu görüşə Rəşad. İndi Nail. Nail'in zərbəsi və gol! Hesab arası fərq azalır. Hər iki komanda görüşə əla start verib. Gollarla başlayıb ikinci hissə. Fərdi. Top meydanı tərk etdi. Rəşad. Hələ keçirdi topu. Rosaneri komandası indi. Hücum qurmaq alınmadı. Nail. Zərbə gələcəkmi? Zərbə. Son anda qapıcı İsmail. Barmaqlarla topun qapının kəsməsinə imkan vermədi. Yaxın üçüncü. Əks hücum şansı gəlir Rosaneri komandasından. Heydər. Heydərin zərbəsi və gol! Hücumu golla tamamlayır Heydər. Komandasının növbəti qolunu imza atır. Hesab 5-2 olur. Rosaneri 5, Kreativ 2. Golu Heydər. Heydər. Heydər topu qapıdan kesildi. Bir daha sizə xatırladım. İndi Kırmızılar. Samir. İndi zərbə. Qapısı topu götürdü. Zərbənin ən futbolçu Azər idi. İndi əks hücum şansı olacaq. Fərdi. Fərdinin zərbəsi. İmkan vermədi Faiq. Hücumun qarşısını aldı. Zərbə alınmadı. Rövşən. İsmail. Heydər. Yaxşı gördü komandası Fərdi. Fərdinin zərbəsi və gol! Əla bir gol gəlir Fərdidən. Komandasının növbəti qolunu imza atır. Fərdi ustalığını işə salır bu görüşdə Fərdi. Mərkəzdən başladı topu Kreativ komandası. Kamal. Nail.
Azər. Arkada bir daha. İsmail. Yaxşı gördü komandaşını Heydər. Başı yaxşı alınmışdı, lakin Faiq imkan vermədi. Müdafiədə inamlı oynadı kreativ komandasının oyuncusu. İndi əks hücum olacaq. Zərbə gələcəkmi? Heydər top elə keçirdi, Heydər. Əlatı. Hər qarış top uğrunda mübarizə gedir meydanda. Heydər. Yeniden Heydər. Heydər. Keçid mövqeyi axtarırdı, ona imkan vermirlər, amma geri oynamağa məcbur oldu. Orxan. Fərdi. Fərdi pasını verdi. Heydər. Əla gördü komandaşını. Azərin zərbəsi. Son anda müdafiədən amma oynadı. Kreativ komandasının oyuncusu. Yan xətdən topu Rossoneri komandası başlayacaq. Heydər. Heydərin zərbəsi. Bu dəfə çərçivəyə düşə bilmədi Heydər, alınmadı. Nail. Heydər ona imkan vermədi. Sona qədər mübarizə apardı inamla. İndi zərbə son anda qapıcı. Kamal əl oynadı. Orxan. Azər. Azərin zərbəsi imkan vermədilər. Topa blok qoydu kreativ komandasının oyuncusu. Üçün zərbəsi yerinə yetiriləcək. Heydər. Ona doğru pası əla alındı. Heydər. Fərdi. Fərdi. Yaxşı gördü komandaşını. Fərdinin zərbəsi imkan vermədi Faiq. Topu boş qapıdan çıxardı. Orxan. Orxanın zərbəsi. Əla oynadı Kamal. Komandası bu episodda Real goldan xilas etdi. Kamal. Kamil. Heydər. Heydərin pası komandası çatmadı. İndi əks hücum olacaq. Təhlükəli əks hücum imkan vermədi Fərdi. Fərdi. Top son olaraq hakim bildirir ki, kreativ komandasının oyuncusu meydanı tərk etdi. Fərdi. Zərbə və gol! Əla pas və əla gol gəlir Azərdən. Üstünlüğünü bir qədər artırır Rossoneri komandası bu görüşdə. Hesab 7-2 olur. Rossoneri 7, kreativ 2. Rövşən. Nail. Dagan. Zərbə son anda ayalı oynadı Orxan. Sona qədər mübarizə apardı. Top meydanı tərk etdi. İndi Rəşad. Komandaşını oynadı. Kreativ komandası hücum olmağa çalışır. Görək bu hücum nə ilə nəticələnəcək. Faiq. Yaxşı gördü komandaşı. Zərbə. Son anda inamlı oynadı qapıcı. Oyunda sürət daha da artıb. İndi Rəşad. Azərlə oynadı. Son anda yaxşı oynadı müdafiədə. Kreativ komandasının oyuncusu hücumun qarşısını aldı. Orxan. Heydər. Zərbə və gol! Top qapıdan keçir. Üstünlüğünü bir qədər artırır bu görüşdə. Rossoneri komandası. Müdafiədə ani boşluq. Golla nəticələndi. İndi mərkəzdən başladı topu. Kreativ komandası. Rəşad topa çatmağa çalışır. Alınmadı. İsmail. Orxan. Pası səliqəsiz alındı indi. Rövşənin zərbəsi. Azər. Top Azərdədir. Azər zərbə müvaxtda pasını verdi.
Zərbə gələcəkmi? Zərbə! Top qapıdan keçmədi. Olduqca təhlükəli gəlmiş Rosaneri komandası. Zərbəni endirən futbolçu Rəşad idi. İndi Rəşad. Zərbə gəldi. İmkan vermədilər. Nail. Bazı komandasına doğru. İsmail topu götürdü. Heydər. Top meydanı tərk etdi. Heydər. Azər. Azərin zərbəsi və gol! Əla bir gol gəlir Azərdən. Hakim mərkəzi göstərib bildirir ki, goldur bu. Hesab 9-2 olur. Rövşən. Azər. Nail. Samir. Rəşada doğru pas yaxşı alınmadı. Rəşad. Heydər. Faiq. Yeniden Faiq. Zərbə gələcəkmi? Son anda qapıcı oynadı. İsmail. İndi Heydər. Zərbə! Top qapıdan keçmədi. İnanılmaz bir vəziyyət. Fərqlənməyə yaxın Rosaneri komandasının oyuncusu. Faiq. Azər. Zərbə! Top qapısından keçdi. Faiq. Rəşad. Rəşad. Zərbə! Rövşən. Növbəti zərbə yenə də qapıcı. Ayaq oynadı bu epizodda İsmail. Ayaqları Tomun qapından keçməsi imkan vermədi. Növbəti zərbə və gol! Bu da hücum edən tərəf. Rosaneri komandası top qapıdan keçir. Golun müəllifi Heydərdir. Hesab 12 olur. Rosaneri 10. Kreativ 2. Artıq bu hesab Rosaneri komandasını qələbəyə doğru aparır. Maçın bitiminə 14 dəqiqə vaxt qalıb. Faiq. Samir. Tirdi topu. İndi. Fərdi. Çabuk oyun var idi ona qarşı. Rosaneri komandası. Rəşad topu ələ keçirdi. Rəşad. Rəşadın zərbəsi son anda İsmail. Topun qapından keçməsi imkan vermədi. Əks hücum olacaq. Azər. Zərbə gəldi. Alınmadı. Sadiq. Rəşad. Sadiq. Rövşən. Zərbə gələcəkmi? Alınmadı bu hücum durmaq istəyi. Kreativ komandasının. Azər. Azər. Pasını verdi. Alınlı pası. Zərbə. O çərçivədən yan keçdi. Faiq. Rövşən.
Kreativ komandası uzun çalışır. Faik. İsmail çıxışıyla oynadı. Heydər top elə keçirdə ikisinin olacaq. Heydər. Yaxşı gördü Azəri. Azər və gol. Əla hücum və əla gol. Rosaneri komandası üstünlüyünü bir qədər artırır bu görüşdə. Hesab 11-2 olur. Rosaneri 11, Kreativ 2. Sona 12 dəqiqə qalmış. Hesab 11-2. Uzaqdan zərbə gəldi. Kreativ komandasının oyuncusu Rövşənlə qeyrdəyə qalındı. Fərdi. Heydər. Topa çatmağa çalış. Topu götürsə də lakin sonunda topu əldə edə bilmədi indi. Son anda İsmail çıxışı ilə oynadı. Zərbə. Qeyrdəyə qalındı. Azər. Fərdini düşünmüşdü, alınmadı. Rövşən. Rövşənin pası komandasına doğru. Top meydanı tərk etdi. Heydər. Azərlə oynadı. Azər. Azərin zərbəsi sonunda Faik. Yaxşı qurtarış edir bu maçda Faik komandasını. Real goldan xilas edir. Fərdi. Fərdinin zərbəsi. Top qapı dirəyinə tuş gəlir. Növbəti zərbə gələcək imkan vermədilər. İsmail. Rəşad. Orxan. Fərdiyə doğru pası əla alındı. Fərdi. Yaxşı gördü Heydəri. Heydər. Pası, zərbə və gol. Əla kombinasiyalı hücum, əla qollar ətsələnir. Azər topu qapıdan keçirir. Komandasının 12-ci qolunu imza atır. Artıq bu qələbəyə doğru addım deməkdir. Faik. Rövşən. Rəşad. Son anda Faik imkan vermədi ona. Azər. 9 dəqiqə. Zərbə gələcəkmi? Heydər. Top qapıdan keçmədi. Oyunun bitməyinə son 9 dəqiqə qalıb. İndi Rəşad. Faik. Zərbə son anda İsmail. Zərbə də qüvvətli idi, qurtarış əla idi. Növbəti zərbə. Top çərçivədən yan keçir. İsmail. Son anda müdafiədə inanma oynadı. Kreativ komandasının oyuncusu hücumun qarşısını aldı. Heydər. Orxan. 18-ci dəqiqə deyir. Zərbə. 5 dəqiqə bitməlidir. Orxan. Fərdi. Fərdinin pası keçmədi. İmkan vermədilər ona. Azər. Rəşad. Heydər. Heydərin zərbəsi. İndi üçüncü zərbəsi yeni yetirdi Rosaneri komandası. Heydər. Heydər. Pasını yaxşı düşmüş komandasına. Top sonda kreativ komandasının oyuncusuna meydan tərk edir. Fərdi. Orxan.
Rəşad. Top İsmail topu götürdü indi. Heydər. Sadiq. Ferdi. Ferdi'nin zərbəsi və gol. Hakim bir dəqiqəlik timeout elan eləyir. Komandalar fasilə yollanır. Timeout bitdi. Yenidən komandalar meydandadır. Kemal. Faik. Tirdi topu. Orxan. Rəşad. Orxan. Orxan. Geriye doğru oynadı İsmail. İsmail'in pası. Uzun ötürməydi lakin Qapçı vuruşuyla top. qapçı vuruşuyla oyun devam edir. Faik. Oğlum bu uşaqlar nə gəzirsən? Nail. Zərbəsi son İsmail. Ferdi. Yaxşı düşündü komandaşına indi. Heydər. Heydər. Pasını verdi. Zərbə qələtləmi. Geride. Yaxşı müdafiə edib boşluğu yaxşı görmüşdü Heydər. Lakin yoldaşlarını komandaşlarına heç kim topa toxuna bilmədi. İndi Rəşad, Orxan, Heydər. Son anda Kemal çıxışı ilə oynadı. Hesabı sizə xatırladaq ki, Rosaneri komandası bu görüşdə açıq-aşkar üstündür. 13 Rosaneri, 2 Kreativ. Faik dərhal başladı topu. İndi top sonunda meydanı tərk etdi. İkinci zərbəsi olacaq. Faik. Faik'in pası yaxşı alındı komandaşa doğru. Orxan. Top meydanı tərk etdi. Heydər top ələ keçirdi. Heydər. Görək necə Heydər. Pasını verdi. Ferdi. Topu boş kapıdan çıxardı Kreativ komandasının oyuncusu. Faik. Orxan. Səndən kim alınmadı pası. Rosaneri komandasının oyuncusunun indi. Faik. Ferdi. Pasını verdi Heydər. Zərbə gələcəkmi? Heydər. Zərbə. Top qapıdan keçmədi. Əla bir fürsət yaranmışdır Rosaneri komandası üçün. Nail. Nail'in pası komandaşına doğru. Top gerisine düştü. Komandaşının indi. Nail. Nail'in zərbəsi. Top kapıdan keçmədi. İsmail. Hasanların komandası. Meydanda. İsmail. Rəşad. Heydər. Heydər. Nail. Oynama. Topu eləyir Nail. Kəsməyə çalışır rəqibini. İmkan vermədi Rəşad. Zərbə gələcəkmi? Bu hücum məntiqi sonluğuna nəticələnmədi Kreativ komandasından. Qapıdan zərbə ilə oyun davam edəcək. Artıq oyunda son dəqiqələr gedir. Nail top ələ keçirdi. Nail. Hakan. Ferdi. Geriye doğru. İsmail. Yeniden Ferdi. Ferdi. Heydər. Yaxətən topu. Rosaneri komandası başlayacaq və hücumu davam etdirəcək. İndi.
Rəşad. Heydər zərbə indirir. Son anda qapıcı imkan vermədi. Başla zərbə. Orxandan gəlmişdi, alınmadı. Artıq oyunda son dəqiqədir. Qələbəyə çox yaxındır. Rossoneri komandası bu görüşdə indi. İsmail. Heydər. Kamil. Kamil. Heydərin zərbəsi. Top çərçivədən xeyli aralı keçdi. Rəşad. Pas yaxşı alın Nail. Son anda Orxan topu uzaqlaşdırır. Hücumun qarşısını alır. Rossoneri komandasının oyuncusu. Rəşadın zərbəsi. Top qapıdan keçmədi. Top qapı dirəyinə tuş gəldi. Fərdi. Ne bilelim. Eyvallah. Rəşan. Orxan. Orxan. Zərbəsi və gol. Hesab 14-2 olur. Rossoneri 14, Kreativ 2. Bu artıq qələbə deməkdir. Bunun da hakim görüşü bitirir. Rossoneri komandası bu görüşdə qalib gəlir. Hər iki komandaya növbəti görüşlərdə uğurlar arzu edirik.